Məktəblər açılır və demək olar ki, məktəbə dönüş vaxtı artıq yaxınlaşıb. Bu dövr uşaqlar həm də onların ailələri üçün həm həyəcanlı, həm də çox vacib bir dövrdür. Bu dövrdə uşaqların immuniteti çox mühüm rol oynayır. İmmunitetin əsas orqanlarından biri də bilirsiniz ki, bağırsaqlardır. Burada bağırsaq sağlığı vacib rol oynayır. Bağırsaq sağlığı isə probiotiklərdən asılıdır. Probiotiklər bağırsaqda faydalı, yararlı bakteriyaların miqdarını artırır və bu da immunitetin normal işləməsinə kömək edir. Probiotiklər isə sağlam qidalanma yolu ilə əldə edilir. Mən bugün çalışacağım məktəblərin sağlam qidalanması necə olmalıdır, onları valideynlərə izah edim. Əgər uşaq yaxşı qidalanıb məktəbə gedirsə, onun məktəbə nəsə aparmasına ehtiyac yoxdur. Nəsə apararsa o ev şirniyyatı ola bilər, çərəzlər ola bilər, meyvə ola bilər. Amma bəzi uşaqlar da var ki, onlar səhər qidalanmaq istəmirlər. Onlarda səhər ürək bulanmalar olur. Bu əsasən öd yollarında diskineziyası olan uşaqlara aiddir. Belə uşaqları valideynlər yeməyə məcbur eləməsinlər. Sadəcə çantalarına qeyd elədiyim qidaları qoysunlar ki, aclıq hissi gələndə onlar qidalana bilsinlər. Mən bugün məktəblərin sağlam qidalanmasını Yaponiya təcrübəsi üzərindən izah edəcəm. Bilir ki, Yaponlar dünyada ən ağıllı millətlərdən biri sayılır. Onlar uşaqların qidalanmasına xüsusi həssaslıqla yanaşırlar. Səhər yeməyində onlar əsasən uşaqlara 1-2 yumurta, çərəzlər, süd məhsulları verirlər. Çörək demək olar ki, çox az istifadə edilir. Axşam yeməyində isə dəniz məhsullarına, balığa üstünlük verirlər. Bu da omega-3 baxımından zəngindir, beyin inkişafı üçün vacibdir. Demək olar ki, onlarda protein tipli, yəni züal tipli qidalanmadır. Züal da tikinti materialı sayılır, yəni böyüyən orqanizmin züala tələbatı çoxdur. Onlar demək olar ki, düzgün qidalanma prinsipi ilə uşaqların qidalanmasına yanaşırlar. Bizdə isə əsasən valideynlər bu şirin şəkər balaları şirin qidalarla qidalandırmağa çalışırlar. Amma düşünürlər ki, yəqin ki, şirin qidalar onların böyüməsinə daha çox təsir eləyər. Amma bildiklərinin əksinə olaraq şirin qidalar immuniteti, şəkərli qidalar immuniteti zəiflədir, beyin inkişafını ləngidir. Bir də bir nüansı qeyd etmək istəyirəm ki, valideynlər çalışsınlar ki, uşaqların gec saatda yatmalarına imkan verməsinlər. Uşaqlar dərslərini məktəbdən qayıdandan sonra vaxtında eləsinlər ki, gec saatlarında yatmasınlar. Yəni, normal orqanizm tələbatı olan 8-9 saatlıq yuxunu təmin etsinlər ki, bu uşaqların məktəbdə aktiv olmaları üçün, dərsləri yaxşı qavramaları üçün, immunitetlərinin normal işləmələri üçün vacibdir. Bir pediatr olaraq məktəbə yeni başlayan uşaqlara bəzi müayinələrin aparılmasını tövsiyə edirəm. Bunlar, deməli, qanın ümumi müayinəsi, D vitamininin təyini, sinkin yoxlanılması, bir də vitamin B12, B2 və B6-nın təyinidir. Çünki vitamin B12-si aşağı olan uşaqda məktəbdə yüksək nailiyyət gözləmək mənasızdır. D vitaminin səviyyəsi 30 nanoqram millidən aşağı olan uşaqda tez-tez xəstələnmə halları baş verəcək, uşaqda tez yorulma olacaq. Yəni, bütün bunların yoxlanılması uşağın həm immuniteti üçün, həm də dərsdə yorulmaması üçün, diqqətinin dağılmaması üçün vacibdir. Bir də eşitmənin yoxlanılması, görmənin yoxlanılması vacibdir. Çünki uşaqlar eşidərək, görərək böyüyüb inkişaf edirlər. Bu yeni dərs ilində bütün uşaqlara uğurlar arzu edirəm və bir cəmiyyət olaraq gəlin, uşaqlarımızın fiziki sağlamlığına, zehni sağlamlığına laqeyd yanaşmayıq. Sağ olun.